Salam, xoş gördük hamınızı. Axşamdan düyü atmışdım. Uşaqlar istəmişdi ki, səhər yeməyə. Onlar xoşlayırlar səhər belə düyün eləcə pörtlədirəm, duzlu suda yeyirlər. İndi suyu qoymuşam, bayaqdan artıq qaynayır. Duzunu töküm, düyün də töküm. Biraz pörtlənsin. Mələkə üstünüzə sağlıq, narahatdır. Dərsə də neçə gündür getmir. Elə o istədi ki, mama, bəs yemək də yeyə bilmir, boğaz ağrıyır. Dedi ki, ürəyim bu düyüdən istəyir. Ona görə dedim ona eləyim, yesin, heç olmasa nəsə yesin. Yemək yeyə bilmir neçə gündür. Çayın da altını yandırın. Şimdi birazdan ben oyatacağım ki derse geçsin. Sonra burada kaynasın, pörtlənsin. Süzüm elə yeyirlər. Çay da dəmi hazır eləyim. Biz berqa çay işlədirik. Elə bir o biraz yaxşıdır. Axır vaxtı heç o da bilmirəm, dadına öyrəşmişik nədir. O da artıq elə bir ki bizə xoş gəlmir. Bilmirik hansı çaydan işlədik. Hamısından demək olar işlətmişik. Ən axırıncı bu berqanın üstündə dayanmışıq. Ən xoşladığımız odur. Hələ ki uşaqların vitamin D-sini də qoyum stolun üstünə, yadımda olsun ki, hərəsinə hər səhər 2 kapla verirəm bundan. Venaturun vitamin D-sidir, bu çox yaxşıdır. Keçən il də bundan verirdim. Bu il də başlamışam bundan verməyə. Oktyabr ayından hər gün hərəsinə 2 damcı çörəyin damcıları verirəm. Hələ ki təzə verirəm deyə 2 damcı verirəm. İndi birazdan artıq 1 damcı verəcəm. Bütün yayı verməmişəm deyə ona görə 2 damcı hələ ki verirəm. Çörəyin üstünə damcıladıram. Ya nəsə yemək yeyəndə onun üstünə eləyirəm. Elə yeyirlər. Bir də vitamin də verəndə kalsi vermək lazımdır. Düzdür, mən hələ almamışam, amma inşallah alasıyam, kalsi də verəcəm ki, çünki vitamin D-ni kalsi ilə birlikdə vermək lazımdır. Bir də başqa vitaminlər verirəm də uşaqlara ki, bu qriplərdən elə də çox tutmasınlar. Tutanda da elə belə olurlar da, yəni çox ağır keçirtmirlər, şükür. Xeyir olur o verdiyim vitaminlərin. Düyü artıq hazırdır. Elə sevirəm bu düyü belə pişəndə, iyi gəlir. Düyün iyisini çox sevirəm. Düyü artıq hazırdır. İndi bunu süzüm. Bunun burada belə suyu süzülsün. Sonra bu qazana tökəcəm elə. Bir də süd qoymuşam. Dünəndən süd çıxartmışdım. İstəyirəm onu bişirim. Üstünüzə sağlıq, mən də narahatam. Yəqin ki səsimlə bilinir. Mən də Mələkədən xəstələndim. Mələkədən yoluxdum. Ona görə deyirəm süd eləyim biraz. Südlə bəhməz ya südlə sarı kök belə eləyib içirəm. Onun xeyri olur boğaza. Düzdür, Mələkə içmir. Mələkəyə deyirəm, o içmir. Deyir, yox, mən istəmirəm elə şeylər. Deyirəm, heç olmasa özümə eləyim ki, mən axı məcbur ayaq üstə olmalıyam. Nə uzana bilirəm, nə dincələ bilirəm. Ona görə özümə biraz nəsə eləyim ki, çox ağır keçirtməyim. Bir də Sara. İstəyirəm, Sara inşallah ki yoluxmaz. Çünki o balacadır da hələ danışa da bilmir, deyə bilmir ki başım ağrıyır, ya boğazım ağrıyır. Narahat olur ona görə.
Həmişə kimsə xəstələnəndə deyirəm, bircə Allah eləsin, Sara yoluxmasın. Çayın da qaynamağına az qalıbdı. Çay da qaynasın. Gedim artıq Rənanı oyadım. Süd bişdi, hazırdır. İndi içinə biraz bəhməz töküm. Hazırdır. İndi bunu yavaş-yavaş belə qurtum içəcəm. İşimi görə. Bu xəstələnəndə çox xeyirdir. Rəna da getdi dərsə. Bugün də hava biraz sərindir. Amma gün çıxırdı, yəni oradan görsənir, amma sərindir. Bu günlərim istəyirəm balkonu silim. Gedim Saranı da bağçaya qoyaq gələk. Rəna da getdi məktəbə. Məleykə də hələ ki evdədir də, o getmir hələ ki dərsə. Tamam dedim, sağalsın, sonra getsin. Mən də istəyirəm balkonu bugün təmizləyim. Neçə gündür yox, neçə həftədir artıq silmirəm. Tozdur bütün. Bugün istəyirəm oje təmizləyim. Çünki hələ ki vaxtım olacaq. Kursa tez getməyirəm. Hələ ki bu günlərim birinci gün biraz gec gedirəm. Ona görə dedim, balkonu təmizləyim. Saranı da qoydum bağçaya. İndi gedək evə. Gedim işlərimə başlayım. Məleykə də orada uzanıbdır, narahatdır. Bugün düzdür, biraz yaxşıdır. Əvvəlkilərə baxanda. Amma yenə də biraz narahatdır. Gedim tez evə işlərimə başlayım inşallah. Gəldim evə. Evin bir-iki işi var idi, onu gördüm. İndi çıxdım balkonu axır ki sileyim. Bunu da silirəm. Çünki bununla evləri silirdim. Amma indi buranı silirəm. Çünki bu qırılıbdır. Ha bunu sıxıram. Yaxşı sıxmır, sulu saxlayır. O da evlərə, otaqları siləndə suyu çox saxlayır. Ona görə də otaqları siləsi olmadım. Dedim elə balkonu silərəm. Biraz da içinə suyun domestos tökmüşəm ki ondan silim. Birinci buranı sileyim, qapının ağzını. Belə, bu artıq ikincidir mən almışam. Bu bizdə qırılmışdı, özününki bu, vedrənin özününki qırılmışdı. Bunu başqasına aldım. İndi bu da qırılır, bax, yaxşı sıxmır. Sulu qalır, ona görə otaqları bununla silmirəm. Bir dənə buranı belə sileyim, tozunu. Tez dəyişirəm, çünki çox tozludur bura. Suyu da indi tökəcəm pilləkənə. Elə bir bu domestosludur deyə pilləkənə tökürəm. Amma belə su olanda buradakı ağaclar var, onların dibinə tökürdüm. Bu ağacların dibinə tökürdüm ki, həm də ağaclar su içsinlər. Amma indi məcbur dərmanlıdır deyə pilləkənə tökəsi oluram. Həm də pilləkən təmizlənsin. Axırda da bir əl tamam təmiz sunan da üstündən töküb süpürəcəm. Lap təmiz olacaq. Bitirdim şükür. Süpürdüm də oraları, yarpaqlar var idi. İndi də su gətirmişəm ki qapını mərcərləri sileyim, təmiz olsun. Əsasən buranı silirəm, çünki uşaqlar gələndə ayaqlarını vururlar, toz olur. İndi də bir vedrə təmiz su gətirdim. Töküm pilləkənə, balkonu sildim, qutardım. İndi süpürgə ilə beləcə eləyim. Tərtəmiz olsun buralar.
Günorta xəmir yoğurmuşduq şirniyyat bişirmək üçün. O da elə oldu ki, Sara gələn acıdı. Sara'la bir yerdə eləyəsi olduq. Belə adi xəmir yoğurmuşduq. Yumurta, süd, yağ, belə şəkər, un, bulka xəmiri kimi. Amma çox qəşəng xəmir alındı. İçinə sarı kök də vurdu qaynanam ki, dedi qoy dadı yaxşı olsun, həm də sarı kök xeyirdir. Doğrudan da çox yaxşı oldu sarı kök. Birinci dəfə idi vururduq. Amma çox xoşumuz gəldi. İndi demişəm də bundan sonra şirniyyatlara sarı kök vuraq, dadı çox qəşəng olur, həm də xeyirdir. Həm də rəngi düzdür, burada videoda tam da elə düşmür rəngin sarılığı. Amma şirniyyatın özü də qəşəng rəngdə olur. Üstünə də belə yumurta vurdum ki, bişəndə qəşəng üzləri qızarsın. Yumurta vurmayanda belə yaxşı olmur da. Düzdür qızarır, amma elə də yaxşı görsənmir. Yumurtanın lap qəşəngi olur. Həmişəki kimi bütün işlərimizdə Sara bizə kömək eləyir, sağ olsun. Burada da bildik ki, bizə qoymayacaq, işimizi rahat görək. Ona görə ona da balaca bir xəmir verdik. O da özü üçün belə kəsirdi, nəsə eləyirdi. Sonra da verirdi ki, mənə düzəlt. Mən də təzədən düzəldib ona kündə eləyib verirdim. Rəna da bizə kömək eləyir şirniyyatı bişirməkdə. Sonda bişəndən sonra belə alındı. Ən sevdiyim formadır bu ürək forması. Düzdür, bu xəmirdən elə də yaxşı alınmadı bişirmək. Biraz köpdü, yaxşı görsənmədi. Amma başqa bir bərk xəmir var. Onunla həmişə eləyirəm. Bu ürək formasını çox qəşəng olur. Ən sevdiyim bulka formasıdır bu. Sonra belə qaba yığıram ki, qabı da yumuşaq qalsınlar. İndi bu bulkanı çəkməkdə məqsədim odur ki, kim istəsə ideya olsun da bişirsinlər. Mən özüm də YouTube-da hansısa bir videoya baxanda kimdəsə nəsə görürəm bişirir. Yadıma düşür ki, mən də belə bir şey bişirim. Uşaqlar məktəbə aparsınlar. Ya elə yemək olsun, nəsə adam fikirləşir ki, hər gün nə bişirim. Belə baxırsan YouTube-da kiminsə vloquna, görürsən o nəsə bişirib, sənə də ideya olur. Çox yaxşı olur da, bilirsən ki, nə bişirəsən bu günə. Ona görə mən də belə nəsə bişirəndə çəkirəm ki, bəlkə kimsə yadına düşdü ki, belə bir şey mən də bişirim. Ona görə çəkirəm həmişə sizin üçün. Beləcə qaba yığdım ki, qalsın bu qabda. Sonra da uşaqların məktəbi üçün qoydum yemək qablarına. Heç məktəbə gedəndən bu yemək qabını işlətmirdik. Elə pingvin torbalarda qoydum. Çünki qab yekədir, sumkada çox yer tutur ona görə. Amma indi dedilər ki, mama bu şirniyyatı bizə bu qabda qoy. Ona görə dedim, qoy, bu qabda qoyum, aparsınlar məktəbə. Hərəsinə 4 dənə qoydum. Dedim, birdən kimsə istəsə, yanınızdakı uşaqlardan, sinifdə kimsə istəsə, uşaqlara da verin. Bu vloq da artıq sona çatdı. İnşallah gələn vloqlarda görüşərik. Sağ olun.